Nizami rayon icra hakimiyyəti konstitusiya və suverenlik ili çərçivəsində 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə bacarıqların gücü sərhədləri aşan qəlblər adlı tədbir keçirib. Tədbirdə Nizami rayonunda fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatlarının, uşaq evləri və internat məktəbinin şagirdləri iştirak ediblər. Mənə dedilər ki, Legolar sabahlar tədbir sərgi olacaq. Mən elə Legolarımın hamısını gətirdim, qoydum bura. Marvel Legoları var, Kapitan Amerika, Spiderman, Qarışıq Adam, Iron Man. Tədbirimiz yaşı keçdi, maraqlı keçdi, yaşımız yaşı oldu. Mənim 12 yaşım var. Mən özüm çox əsas oynaya bilirəm. Tədbirin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyası, istedad və bacarıqlarının üzə çıxarılması, onları ruhlandırmaq, cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı anlayış, empatiya və qəbul hissini gücləndirməkdir.